versiyalar var, amma hələ dəqiqləşən bir şey yoxdur da, belə deyək. Yəni rəsmi deyil, amma bilirik ki, Şamaxıya gənc futbolçuları cəlb eləyəcəksiniz. Bu istiqamətdə hansısa bir yenilik varmı? Məsələn, formatı düşünmüsünüzmü? Klubun maraqları necədir bu məsələdə? Əlbəttə, klubun maraqları yaxşıdır, çünki maraqları var idi ki, bu iş alındı. Düzdür, biraz çətinliklər var. Ümumən bilirsiniz ki, ən böyük problem bu il ola bilər ki, bizdə büdcə baxımından bu 12 komanda olmaqda hələ tam qərar deyil. Dövlətdən ayrılan pul miqdarı azalsa. İkinci tərəfdən, yəni bax, keçən mövsüm heç mən U21-də çalışmırdım. Amma Edqar, Rüfət, Rauf, Fəxri, indi Elmar yavaş-yavaş oynayır. Yəni bunlar biz inanaraq şans verdik. Və bugün mütəmadi oynayanlar var. Elə gənclərimiz var. Yəni bugün U21-də hələ bir toplanış olub. O toplanışda mən gördüm ki, yəni futbolçular var ki, onlara şans vermək lazımdır. Və biz o futbolçuları istəyirik. İndi klubların bəziləri isti baxır, bəziləri gözləmə mövqeyindədir. Nə dərəcədə alınacaq? Sevindirici hal oldu ki, gənclərin özləri istəyir. Gənclər özləri istəyir. Və biz belə bir komanda qurmaq istəyirik ki, həm gənclərə güvənək, həm Şamaxının öz yolu var, öz mövqeyi var. İnşallah görək. Yəni klub rəhbərində bununla bağlı bir narahatçılıq yoxdur ki, yox, daha iddialar azalar. Yox, iddia bilirsiniz necə? Yəni əlbəttə yəqin ki, Şamaxının o iddialı büdcəsi olsa, elə fikirləşir. Bu gün biraz reallıq da var da. Yəni bu büdcə ilə düzgün fəlsəfə seçməlisən, düzgün yolda yönəlməlisən. Yəni İnan ki, bu işdə səbirli ola bilərsən, elə bu büdcə ilə də görərsən ki, nə isə eləmisən. Yəni bu heyətin. Amma bugün bizim ən böyük problemlərimizdən biri də o dediyimiz o büdcəyə uyğun yol seçmirik, tələsirik. Digər klublardan. Bəli, bəli. 21 millisində növbəti planlarımızı siz əslində danışmısınız bu barədə. Yaxın müddətli və uzun müddətli sırf seçmə mərhələ olaraq planlarımız necədir? Ya hansısa bir məqsəd qoyulubmu, ya özünüzün qoyduğunuz məqsəd nədən ibarətdir? Orada yəni bir nəticə istəyi varmı? Əlbəttə məqsəd var. İlk məqsədimiz burada futbolçular A milli komandaya çıxmalıdırlar. Onlara beynəlxalq təcrübə qazanmalıyıq. İkincidə mübarizə aparmalıyıq. İdman prinsipi olmalıdır. Yəni biz burada ölkəni təmsil edirik, amma bəzən reallıqlar var. Futbolçular o qələbə qazanmağı, məğlub olmamağı, böyük ölkələrlə mübarizə aparmağı bacarmalıdırlar. Çünki bu yolu keçməsələr, yəni bizim beynəlxalq təcrübə artmalıdır. Beynəlxalq təcrübə də belə oyunlarda artır. Məsələn, bugün qrupumuza baxsaq, bir Portuqaliya, bir Çexiya, yəni bunlarla qarşılaşmaq əladır. Yəni biz hardansa eləmir. Çünki biz bu U21-də bu komandalara qarşı oynayanda, bu A komandaya gedəndə bunun təcrübəsi olacaq. Ya 19-da, 17-də, yəni biz akademiyalar turnirlərə getməlidir, çoxlu oyunlar oynamalıdır. Beynəlxalq təcrübə lazımdır. Yəni bu yöndə, yəni bugünkü gündə biz qarşımıza sırf bir məqsəd qoymamışıq ki, biz hansısa bir yeri tutmalıyıq. Əlbəttə çalışmalıyıq ki, bacardığımız qədər çox xal yığaq, xal qazanaq. Çətindir. Amma biz burada gələcəyə də istəyirik ki, addımlar ataq. Tək burada 2004-2005 təvəllüdlü futbolçular bizi maraqlandırmır. Burada 2006-2007 maraqlandırır. Və AFA rəhbərliyi ilə bu yöndə işimiz, danışığımız olub ki, U20-ni kontrolda saxlamaq istəyirik. Onlar da, baxın, bunlar keçən il 19 liqası bitdi. Yəni beynəlxalq. Bunlar 2 ildən sonra U21-ə yaşları düşür. Və bu 2 ildə bu futbolçular yoxa çıxa bilər. Yəni o hansı ki oynamaya bilərlər. Amma onların da o təcrübəsini saxlamaq istəyirik və bu yöndə işlər gedir. İstəyirik ki, beynəlxalq yoldaşlıq görüşləri olsun. Və son bizim toplanışda ona yaxın 2006-2007 təvəllüdlü futbolçular bizlə idi. Yavaş-yavaş biz gələcəyi də fikirləşirik. Çünki hər kəs yəni ən gənc də belə hiss eləməlidir ki, U21-in onda kontroldadır, yaxşı çıxış eləsə, Premyer Liqada oynasa, Premyer Liqada məşq eləsə, yəni bizə maraqlı olacaq.
Yəni bu gün Premyer Liqada məşq eləyib hansısa bir oyuna çıxmaq demək ki, U21-in qapısı açılır onun üçün. Ən vacib amillərdəndir. Bu yöndə işimiz davam eləyəcək. Axı mən biz milli ruh məsələsindən danışdıq. Bir çoxları üçün, bir çoxlarımız üçün elə əsas milli komandada da sanki illərdir çatışmayan vacib nüanslardan biri budur. Və bu da ayrıca bir işdir. İlk baxışdan sadə görünsə də. Son təyinatınızdan sonra məsələn himn oxunmaq məsələsi var idi, gündəmdə idi və kifayət qədər xoş qarşılanmışdı. Sanki futbolçuların özündən də ünsiyyətdə gördüyünüz uşaqlarda bir başqa bir hissiyat yaranır. Bunu necə davam elətdirəcəksiniz və hansısa belə də konkret planlar varmı ki, növbəti oyunda da bunu eləyərik? Yox, əlbəttə, yəni mən həmişə demişəm, ilk növbədə milli ruh olmalıdır. Bu A komandada da, aşağı komandalarda da gənclərimizin ehtiyacı var. İnanın ki, biz söhbətlərdə, yəni həqiqətən futbolçulara təşəkkür edirəm. Yəni o yoldaşlıq görüşü idi də. Yəni o stadionda tam başqa bir atmosfer oldu. Mən şəxsən fəxr elədim. Özünüz də zövq aldınız. Özüm də zövq aldım. Çünki o qədər ürəkdən, tək burada futbolçular yox, məşqçi heyəti və işçi heyəti. Yəni hər kəs o hissi yaşadı. Yəni bu yaşamalıyıq. Bu nəticədən kənardır bu. İnanın ki, nəticəyə də təsir eləyir, istəyə də təsir eləyir. Yəni bu gün biz o milli formanın dəyərini bilməsək, millini sevməsək, himnimizi sevməsək, bayrağımızı sevməsək, yəni nə isə nəticə əldə olmayacaq. Yəni məcburi kimləri isə gətirib burada oynatmaqdansa, yəni zaten belə deyək də nə qədər oyunçular oldu. Biz nə isə qazanmadıq axır. Hansısa bir Avropa çempionatına çıxmadıq. Yəni hansısa bir 10 xal, 9 xal son anda biz gələ bilmədik. Yəni heç nə qazanmadıq. Amma inanın ki, o milli ruh çox olsa, həmin futbolçularımız ölkəni sevməlidir. Yəni bu tək U21-dən başlamamalıyıq, bu aşağı yaşlardan başlamalıdır. Bugün bizim məktəblərdə 1-ci, 2-ci, 3-cü siniflərdə dərsə başlayanda dövlət himnimizi oxuyurlar. Nəyə görə eləyir bunu təhsil? Yəni uşaqlarda o ruh olsun, uşaqlar bilməlidir. Bugün biz bu 44 günlük müharibədə, yəni o milli ruh oldu. Hər kəs istədi. Hər kəs istədi. Və hər kəs də nə isə eləmək istəyirdi. Nə isə kömək eləmək istəyirdi. Yəni mümkün deyildi orada məğlubiyyət. Yəni bu uşaqlar, yəni bu futbolçular bunu bilməlidirlər və belə yaşamalıyıq. Və əlbəttə bizim indi başqa bir ideyalarımız var. Rəhbəri ilə danışmışıq. Ümumən bu milli ruhu artırmaq üçün bəzi işlər görmək istəyirik. İndi görək inşallah. Hələlik o alınsın. Yəni görüşlər istəyirik. Bir çox şeylər, yəni bu futbolçular təlim məşq toplanışında sırf futboldan kənar o milli ruhda nələrsə eləməliyik, nələrsə addımlar atmalıyıq. İnşallah yəni bu yöndə rəhbərlik bilgilidir, yəni işlər görür. Yəqin ki olsa hər kəs məlumatda olacaq. Qısaca olaraq bayaq danışdıq bu mövzuda, amma istəyirəm bir də soruşum. Uşaqlar konkret sual verəcək olsam, uşaqlar klublardan hansı problemlərlə gəlir? Problem deyək, yəni mən heç vaxt bu futbol tərəfindən heç vaxt o sözü işlətmək istəmərəm. Bizdə əvvəllər mən də çünki klub məşqçiyəm. Hazır gəlmirlər, zəifdilər. Bir növ klublara qarşı doğru saymırsınız da mı? Doğru saymıram və məncə düzgün də saymıram. Düzgün də saymıram. Çünki əlbəttə səviyyə fərqi var. Yəni adi deyək, U21-ə çağırmışam. Premyer Liqada oynayan futbolçu, məşq edən futbolçu, 1-ci liqa və ya əvəzedici heyəti fərq var. Yəni bu gün biz barışmalıyıq ki, bizim olanımız budur. Və vaxtımız da azdır. Yəni milli komandada 10 gün, 12 gün vaxtın olur. Hansısa bir təlim məşq toplanışından toplanışa sən nə isə artıracaqsan. Futbolçuları ilk növbədə inandırmaq lazımdır. Fiziki zəif gəlirlər, fiziki çatdırmırlar, taktiki zəifdirlər. Yəni
Bu şeylər yəni ümumən bəyənmədiyim bir haldır. Əlbəttə hamısı yaxşı olmayacaq, hamısı oynamayacaq. Yəni burada nəsə bir yol tapmaq lazımdır. Zaten mən də futbolçulara bildirirəm ki, hər görüşdə ki, çalışın oynayın. Amma ya futbolçuya şans vermirlərsə, bu necə oynamalıdır? Hə, futbolçu gərək özü bir seçim eləsin, düzgün komanda tapsın, daha başqa bir komandada. Bəzən görsən ki, futbolçunun özlərində də günahdır ki, oturmuşam rahat, hansısa bir iddialı komanda, amma oynatmır, rahatam. Amma mən tanıdığım indi futbolçular var ki, oynamaq istəyir, onu istəyirik, amma klubu buraxmır. Hə. Məsəl üçün görürsən ki, əsas komandada oynamır, əvəziciyə göndərmirlər. Yəni burada futbolçu dili ilə yeyib deyir ki, mən yem əvəzicə oynayım. Yəni bəzən məşqçilərə də iş düşür. Bəzən legioner məşqçiləri çox maraqlandırmır bu. Hə. Yerli məşqçilər hardasa o yerli yenə deyirik, burada gəlir o fikirləşir. Yəni bu problemlər var, olacaq da. Amma yəni belə deyək də yenə də futbolçulara dəstək olmaq lazımdır, yönətmək lazımdır. Bizim görüşlərimiz olur, klublarda zədələnən futbolçular olur, onlarla görüşlərimiz olur, məşqçilərlə görüşlərimiz olur. İndi ünsiyyətdə olduğumuz məşqçilər var. Milli naminə hər kəs bir-birinə kömək eləməlidir, amma o hər kəs yaxşı gələcək, hər kəs güclü olacaq, belə bir şey olmayacaq. Biraz daha sizi yorsam da bunu da soruşmaq istəyirəm. Bizdə 2028 əsas hədəflərdən biri kimi açıqlanmışdı əvvəlki mərhələdə AFA rəhbərliyinin ilkin açıqlamalarında və orada da böyük əksəriyyət uşaqlar belə hesablayıram ki, sizdən də yəni sizin də bu işdə rolunuz böyük olacaq. O perspektivdə uşaqlar varmı hazırda? Yəni hiss edirsiniz o perspektivdə? Yox, var. Yəni mən hər kəsə deyirəm, yəni kim deyirsə bizdə futbolçu yoxdur, futbol yalan danışır. O fikirlərən çox alt-üst edən məşqçilərdən biri. Yox, yalan danışırlar. Yəni necə futbolçu yoxdur? Necə bizim çempionat zəifdir? Yəni bu fikir yəni kimlə baxır zəifdir? Sən kimlə məni müqayisə edirsən? Yəni bizim çempionatımız bu dəqiqə bir çox ölkələrdən güclü keçirilir. Zaten güclü keçirilir ki, bu gün biz Makedoniya çempionatından rahat futbolçu gətiririk, Serbiya çempionatından gətiririk, digər çempionatlar. Biz Avroliqada tur keçmirik, birinci turdan ələnirik. Yəni bu zəiflik deyil. Yəni orada nəyimiz çatmır, təcrübəmiz çatmır. Məsələn, zirə görürük. Bu gün bizim klublarımızın problemi odur ki, stabillik, ardıcıllıq yoxdur. Baxın, zirə ardıcıllığı eləyə bildi, play-offa qədər gəldi. Böyük işdir. Biz bu gün play-offu kiçik bir uğur dəyərləndiririk. Yəni zirə play-offa kimi gəlməyi bu gün zirə üçün böyük uğurdur. Zirə demək gələn mövsüm bunu stabil saxlasa, inkişaf eləsə, güclənsə, bugün qrupa düşəcək. Bugün Qarabağ nümunəsi, Qarabağ birdən-birə qrupa gəlib çıxmadı. Qarabağ 3-4 mövsüm play-offlarda məğlub olurdu. Amma sonra elə bir komandalara qalib gəldi, Twenteyə, Kopenhagenə, yəni yadıma düşənlərdən. Yəni bu mərhələli biz səbirli olmalıyıq. Bəzən görürsən ki, neynirək, çıxıb Avroligaya çıxıb neyniyəsən? Sual verir. Çıxıb nəyəsən, bir tur uduzub gələcəksən. Qardaş, 20 ildir Bosniya, Sloveniya, Slovakiya Avropada oynayır. Bir tur, iki tur və görürsən bir komandası gəlib qrupa düşəndə sevinirlər. Ya elə bir komanda var ki, məsələn görürük ki, Avroligaya çıxandan sonra zaten hədəf elə bir dəyişilir. Zaten bu öz işinə çatdı. Görürsən transfer eləmirlər. Məsələn, Neftçini nümunə gətirmək olar ki, çempion oldu, amma elə bir Neftçi lazım idi. Daha bir mərhələ inkişaf eləsin, amma olmadı. Həmin ərəfədə sanki elə bir dayandı və gördük ki, uğursuzluq oldu. Eyni biz Sumqayıt 2 mövsüm Avroligaya ardıcıl gedəndə, yəni təkan olmalı idi. Yeni oyunçular gəlməli idi, güclənməli idi. Yəni klubun o qarşısına qoyduğu o məqsəd önəmlidir. Yəni ona görə bizdə yəni bu çempionatımız bəli kimdənsə müqayisə eləyə bilərik. Yəni gətirib mən Belgiya ilə, Hollandiya ilə müqayisə edən zaten zəifik. Ona görə deyirəm ki, bizdə var futbolçu, yeteneği var. İnanın ki, bu gün meydançalar düzəlsə, akademiyaların ayrı meydançaları olmalıdır. Yəni bu gün akademiyaların ən azı 2 meydançası olmalıdır. Məşqçi rahat məşq keçməlidir. Yəni digər məşqçi gözləməməlidir ki, qutar da bir dənə mən girməliyəm axır, Yəni vaxt. Yəni bizdə bu dəqiqə budur.
Bu gün hər kəs süni meydançanı yox, süni meydança hara gedirsən süni meydança var. Amma yaxşı süni. Amma bir süni meydançada, yəni bizim bu gün elə meydançalarımız var ki, yəni orada səhərdən axşama qədər oyun olur. Hər gün məşq olur. Yəni individual məşq keçmək bir rahat yoxdur bizdə. Bu dəqiqə bizim başlanğıcımız meydançadır. Yəni bir meydança yoxdursa biz hansı futbolun inkişafından danışa biləcəyik? İlk növbədə akademiyalarımız akademiya səviyyəsində dikilməlidir və orada futbolçuların təhsili, yəni təhsil olmalıdır. Bu gün bizdə İspaniyaya gedən akademiyalarda uşaqlar var. Yəni onlar təhsilində zəif olanda onları akademiyadan kənarlaşdırırlar. Yəni bilavasitə futbolçuya təzyiq eləyirlər ki, sən oxumalısan. Yəni bu gün bizim akademiyalarımızda təhsillə əlaqə necədir? Yəni oradan başlamalıyıq. Yəni başlasaq əlbəttə 5 ilə 10 ilə. Mən Sumqayıtda olanda akademiya baxış dəyişildi. Xarici mütəxəssis gətirildi. Bu gün baxın, hansı yaş qrupuna baxırsan, orada Sumqayıtın 5 yetirməsi oynayır. 5 il, 6 il, 7 il keçib. Qəbələ akademiyası fikir verəndə yaxşı. Bu gün Premyer Liqada nə qədər Qəbələ yetirməsi var, nə qədər Bakı yetirməsi var, nə qədər zbornularımızda, milli komandalarımızda Qəbələnin. Yəni belə akademiyalar 1 yox, 2 yox, 3 yox, 10 olanda futbolçu seçimi də olacaq. Yəni biz 50-40 futbolçuya baxıb onun 20-sini çağırırıqsa, rəqabət azdır. Yəni 200-300 futbolçudan rəqabət olsa, nə qədər iş olacaq? Yəni futbolçularda da bir məsuliyyət artacaq ki, mən zəif oynasam, mən nizam-intizamı pozsam, məni çağırmayacaqlar, mən düşməyəcəm. Yəni bax, bu futbolçularda da bu məsuliyyətlik artacaq. Aydındır. Axan müəllim, sizin təyinatınızdan sonra təyinatınız ümumiyyətlə son dövrlər, son illər ölkə futbolunda baş verənlər yerli məşqçilər baxımından biraz narahat edici idi. Xüsusən də illərdir biz indi aşağı yaş 21 yaşlılarımız olsun, digər məsələlərdə əcnəbi məşqçilərə üstünlük verildiyini görürdük. Bu sanki bir, bilmirəm, bəlkə də məndə belə bir təəssürat var, sanki bir yerli məşqçilərə qarşı başqa bir dövrünmü başlamağıdır, inamımı yaranma. Məsələn, biz görürük ki, hər biri sizin təyinatınıza necə sevinir. Bu baxımdan istəyirəm biraz da danışaq. Ümumiyyətlə AFFA-nın ünsiyyətlərinizdə də olsun, digər mövzularda da olsun. Yerli məşqçilərimizin daha çox şans alması və şansdan da əlavə onlara inamın olmağı ilə bağlı fikirləriniz maraqlıdır. Əlbəttə, məşqçinin gücü bir yerə qədərdir. Məşqçi rəhbərlikdən dəstək almalıdır. Rəhbərlik də o məşqçidə yetənək o görürsə, əlbəttə komandalardan da söhbət gedir, dəstəkləməlidir. Yəni bu bir-birinə bağlı bir məsələdir. Bu gün sevindirici haldır ki, bizdə U21-dən aşağı çalışanlar hamısı yerli mütəxəssislərdir federasiyada. İnanırlar. Neçə illərdir, düzdür, əcnəbilər də olub. O demək deyil ki, əcnəbi olmamalıdır. Belə bir fikir də yanlış olar. Yəni əgər biz Premyer Liqamızın rəngarəng olmasını istəyiriksə, əcnəbilər də gəlməlidir. Və əcnəbi seçəndə biraz çətinlikdir. Yəni bizdə biraz çox belə onu necə deyim ki, düz çıxsın, çox rahat şəkildə bizə əcnəbilər gəlir. Yəni onun xasiyyəti, onun fəlsəfəsi, onun uyğundur, uyğun deyil. Görür ki, 5-6 turdan sonra da uğursuzluq olur. Ya bizdə hansı komandalarımızda çox tez-tez məşqçi, yəni o dəyişikliklər olur, fəlsəfə, o futbolçulara təsir eləyir. Əlbəttə uğursuz olanda zaten məşqçini göndərməkdə də problem yoxdur. Yəni çıxartmaqda məşqçi, yəni əgər uğursuzsa nəyisə dəyişmək lazımdır. Rəhbər heç vaxt demir ki, mənəm günahkar. Yəni belə deyək də, yəni futbolçu da çıxıb demir mən günahkaram. Məşqçidir. Yəni bu normaldır. Bu futbolun yazılmayan belə deyək, oyunçu 1 metrədən qapıya zərbə vurmur, onun məşqçi günahkar olur. Yəni o vursa bəlkə məşqçinin karyerası təsir eləyəcək, məşqçi misal üçün qələbə qazananda. Bu normaldır. Yəni bilirsiniz, yerli məşqçilərə əvvəllər lap inamsızlıq var idi. Bu inamı Qurban Qurbanovun uğurlarından sonra
Yadıma gəlir ki, biz onda futbolçuyduq, gənc yaşında. Qurban Qurbanovdan sonra yerli məşqçilərə güvən başladı. Yadıma gəlir ki, Azərbaycan çempionatında 2-3 yerli məşqçi çalışırdı. Hətta Gürcüstandan elə bir məşqçi gəlirdi ki, bu karyerasında ilk dəfə idi baş məşqçi işləyirdi. Bosniyadan, Serbiyadan, Almaniyadan idman müəllimi, nə bilim, o qədər gəlirdi ki, yəni dəhşətli bir aura yaranmışdı. Hə, desəz ki, yerli məşqçilərdə günah yoxdur, var. Yerli məşqçilərin bəzilərinə şans verildi, istifadə edə bilmədi. Yəni o yerli məşqçilərdə mənfi fikir yaratmaqda da rəhbərliyin səbəbləri oldu. Burada tək rəhbərliyi günahlandırmayaq. Çünki bizim bəzi yerli məşqçilərimiz səhvlər elədilər. Belə deyək, çətin bir sahədir. O səhvlər indi başqa bir söhbətdir, yəni nə cür səhvlər. Amma bəlkə də o səhvləri eləməyib, o rəhbərliyin dəstəyindən düzgün istifadə eləsəydilər, bugün bu siyahı çox geniş ola bilərdi. Bunu futbol ictimaiyyəti, belə deyək, olanlar bilir, amma azarkeşlər bilmirlər. Ona görə məncə biraz da özümüzə qiymət verməliyik. Misal üçün bunu yerli məşqçi deyir, o qədər fikir vermirik. Bunu əcnəbi deyəndə, bu nə dedi? Bu dəhşətdir. Bu biz bilmirdik axı. Bu necə bilmirdin? Bunu saatlarla 2 ildir, 3 ildir yerli məşqçi yalvarır, xahiş eləyir. Yəni bizdə bu problemlər var. Sanki futbol Azərbaycana elə bir yeniliklər gətirirlər. Yəni biz bunu bilmirdik. Bəzən mən elə bir şeylər eşidirəm ki, yəni bunu bilmirdik, bu gəldi dedi, özümüzmə bunu, yəni bunu inanın ki, bizim akademiyada işləyən məşqçilər bilir. Bugün bizim məşqçilər zəif deyil. Bugün bizim çempionatımızda özünün dəsti xətti olan məşqçilər var. Baxaq, Rəşad Sadıqov son 5 ili müqayisə eləsək İzrədə 3 il Avroliqaya gedib. Elmar Baxşıyev, yəni Araz Naxçıvanla bu il gəlib çox yaxşı işlər görür. Az imkanlarla. Samir Abbasov keçən mövsüm Sumqayıtla götürsək. Misal üçün Azər Bağırov, Adil Şükürov keçən mövsüm Gəncəni o durumda Premyer Liqada saxladı. Eyni bu il Azər Bağırov. Yəni çox var, yəni məşqçilərimiz çoxdur. Yəni hər kəs öyrənir, hər kəs çalışır. Səhvlər var. İşləməlisən ki, öyrənəsən, işləməlisən ki, artırasan. Amma bu çempionatımız nəbzini yerli məşqçilər belə deyək, legionerlərdən daha yaxşı görsənir. Amma mən onun tərəfdarıyam ki, legioner məşqçilər də olmalıdır. Yəni o demək deyil ki, bütün klublarda əcnəbi yerli məşqçilər işləməlidir. Elə bir məncə rəqabət olmalıdır. Amma dediyim kimi bizim ölkəyə uyğun gələn məşqçilər gəlsə, hansısa bir klubun inkişafında rol oynasa, hansısa bir gənc futbolçuların irəli gəlməsində kömək eləsə, klubun quruluşunda kömək eləsə, onu alqışlamaq lazımdır. Amma bunlar az olub. Çox az olub, var, olub. Misal üçün bir çox məsələn Qəbələdə bir çox işlər görüb Toynal, Yuri Sömin götürmək olar. Yəni olub. Yəni adlar çəkməyə, yəni bizim əcnəbi məşqçilər də olub, amma çox az olub. Yəqin ki, sizi də mən də tanıyan izləyicilər bunu soruşmasam məni qınayardılar. Danışmısınız bu haqqda, amma zaman keçdikcə sanki biraz situasiyalar da dəyişir. Məsələn, mövsümün əvvəlində yəqin ki, o ayrılığa bir cür baxırdınızsa, mən elə düşünürəm, amma bu gün biraz başqa cür baxırsınız. Komandada baş verənlər, futbol tərəfindən və s. biraz mənzərəni dəyişib sanki. O ayrılığa təkrar bir də baxsaq. Üstündən demək olar ki, bir il keçib, bir ilə yaxındır keçib. Yəni ayrılığı gözləmirdim. İlk onu deyim, yəni ayrılıq, yəni bir aynı anda oldu. Amma Turanda işləməyimə heç vaxt peşman olmadım. Yəni Turan mənim üçün böyük bir təcrübə oldu. Çünki biz Turanı götürəndə, yəni indi siz də bəzi o işin içində idiniz, yəni yaxından izləyirdik, danışırdıq. Yəni
çox çətin vaxt idi. Yəni sponsorsuz, dövlətin büdcəsi hələ həmin ildə bilindi ki, klublara nə qədər pul ayrılacaq. Ona kimi o qərar qəbul olmamışdı. Hətta mən gecikirdi. Nadir Nəbiyevlə biz saatlarla oturub belə deyə bilmirdik nə edəyik və hər gün gedirdi, vaxt gedirdi. O vaxtı futbolçular təşəkkür edirəm və bu gün sevinirəm hələ o futbolçular Turandadır. İndi pis yaxşı çıxış eləməklərini mən digər komandanın baş məşqçiyəm. Bu düzgün olmaz. Amma son 2 ildə çalışmada Turan pillə-pillə inkişaf eləyirdi. Pillə-pillə inkişaf eləyirdi və bu gün istədiklərim düzdür 1-ci il biz dediyim kimi mart ayında sponsor gələndə, Hünər qrup gələndə 3 illik proyekt təklif elədilər mənə. Və o proyektin içində 3 ildə qarşıma hansısa bir sırf Avroliqa qoyulacaq nəticə yox idi. Düzdür, özüm istəyirdim. Zaten keçən mövsüm 4 tur qalmış bitirdik o şansı. Bəlkə də sırf biz Avroliqa heyəti qursaydıq, bizim də geniş heyətimiz olardı. Zədəli, məsəl üçün, mənim yadıma gəlir Sumqayıtla oyunda biz Qəbələdə son anda qurtardıq və o an oyunlarda dayaq yarım müdafiəçi yox idi. Serrano sarı vərəqə almışdı, Fərid Zədəli idi. Yadımdan çıxıb deyəsəm Ayxan oynayırdı, Xəyal Zədəli idi və Sumqayıtla oyunda biz Haqmanı fikirləşdik və belə deyək, nəyisə dəyişmək istəyirdik, nəyisə bir əl atmaq istəyirdik, bir məşqçi kimi situasiyadan çıxaq. Amma gəldi o Sumqayıt oyunda elə bir o öz sözünü dedi, partladı. Amma götürsək, keçən mövsüm yığdığımız xal, vurduğumuz qol, oynadığımız futbol, hər kəsi qane eləməsə də bilirəm Tovuz azarkeşləri daha iddialıdırlar, daha yaxşı istəyirlər. Amma mən hər dəfə deyirdim ki, 9 il 1-ci liqada olmaq, birdən-birə Premyer Liqaya gəlmək, səbirli olmalıyıq. Yavaş-yavaş bir mövsüm finala çıxırdıq, son anda Neftçiyə belə deyək məğlub olur. Keçən mövsüm bu, hər ildə gənc futbolçular debüt eləyirdi. Akademiyadan futbolçular çağırırdıq və ən birinci istəyirdim ki, Tovuzda akademiya tikilsin, meydançalar tikilsin. Bunu istəyirdik. Yəni iş gedirdi. Yəni heyət baxsaq gətirdiyimiz legionerlər indi də oynayır. Bir çoxunu transfer elədilər. Yəni biz seleksiyanı da aparırdıq. Daha güclənmək istəyirdik. Yəni keçən ilki deyim heyətimiz bu çempionatda daha iddialı olardı. Yəni bu çempionat gözlədiyimizdən, yəni bəzi klubların aşağı düşməsindən, yəni bu çempionatın axarı var. Keçən mövsüm çox çətin idi. Məsələn bu il baxın çempionata Zirə 56 qol vurub, səhv eləmirəmsə. Zirədən sonra bütün komandalar 34, 33, 32. Yəni stabillik yoxdur. Keçən mövsüm bir də 6-lığa baxın. Biz 6-cı yer tutmuşduq, 58 qol vurmuşduq. Yəni bu inkişaf var. İndi qərarlar da, yəni bu gün o kənardan hansısa qiymət bizim verməyimiz düzgün olmaz. Amma yəni öz adımdan deyirəm, yəni bu gün Turanın iddialıdır. Yəni bu demək olar ki, Avroliqanın astanasındadılar. Dayanmamaq lazımdır, inkişaf eləmək lazımdır. Yəni dayansan hansısa bir klub gəlir. Yəni bu bir il, yəni mən sırf Avroliqaya çıxdım, iş bitdi olmasın. Daha da iddialı olsun. Biz də istəyirik bölgələrdə, bu Gəncə də iddialı olsun. O yeni stadionları tikilir. Bilirik ki, yəni Gəncə azarkeşləri nə qədər tələbkardır. Bir 15-20 min stadionda oynamaq bizdə rəqib kimi xoş olacaq. Ona görə, yəni bax bu bütün komandalarımız yaxşı olsun. Amma kimsə axırıncı yer tutacaq, kimsə birinci yer tutacaq. Yəni zaten bu güclü öz sözünü deyəcək, büdcəyə uyğun, önəmli olur. Amma əsas odur ki, bugün sevinirəm ki, yaxşılardan nəyisə danışa bilirik. Səhvlər də olub. Yəni əlbəttə məşqçi səhv eləyəcək də. Təşəkkür edirəm Ayxan xanım. Gəldiyiniz üçün çox xoş söhbət oldu və uğurlar bundan sonra.
Azər İsmail YouTube kanalında bu gün U21 millimizdən danışırdıq. Podkastımızda bir sıra problemləri və pozitiv məqamları dilə gətirməyə çalışdıq. Hələlik.